Müasir biologiyada rast gəldiyimiz orqanizmlər, yəni prokaryotların, arxeələrin, eukaryotların ümumi ortaq atası olan hüceyrə vardır desəm. Belə ki, ilk dəfə 1990-cı ildə Patrick Forteri adlanan alim tərəfindən verilmiş bu hipotetik əcdad LUCA adlanır. İngiliscə açması Last Universal Common Ancestor, yəni son universal ortaq əcdaddır. Bu ümumi əcdadın biz hüceyrəvi quruluşuna baxsaq, görərik ki, əsasən sadə hüceyrəvi quruluşa malikdir. Yəni nüvəsi, mürəkkəb orqanoidləri olmayıb. Amma düşünülür ki, onların ümumiyyətlə irsi komponenti, yəni DNT-si, RNT-si mövcud olmuşdur. Hətta canlı üçün önəmli olan metabolik mexanizmaları olduğu belə düşünülür. Bəzi araşdırmalar vardır ki, onlarda immunitetə bənzər mexanizmlərin olduğunu göstərir. Bundan əlavə olaraq bunlarda bu günlərin bir çox orqanizmdə rast gəlinən, yəni həmin əcdadda miras qalan, qorunan genlər vardır. Məsələn, buna ribosom RNT-sini deyə bilərik. Bundan başqa ATF sintez edən fermentləri misal göstərə bilərik.